Hər vaxtınız xeyir. Məhlullardan belə bir sualın izahına baxacağıq. Deməli, 50 dərəcə Selsidəki 800 qram doymuş məhlulu 20 dərəcə Selsiyə qədər soyuduruq. Deməli, birinci bu tip suallarda həll olmam görəm ki 600-dür. Həll olmam 600-dürsə, deməli məhlulum nə qədərdir? Bilirik ki, həll olmam 600-dürsə, maddəm də 600-dür, suyum da həmişə 1000 olur. Ona görə 1600-dür ümumilikdə. Yəni 600 maddə, 1000 su. Elədir 1600. İndi 1600 məhlulun içərisindən məndə nə qədər maddə var dedim? 600 maddəm var. Bəs gəlin görək 800 qram məhlulda nə qədər maddəm olacaq. Yazıram 800 məhlulda 1x. Buradan ixtisarıma aparsam, deməli 2x bərabərdir 300 olur. Yəni 300 qram artıq tapdım. Nədir mənim? Maddəmdir. İndi yəni 800 qram məhlulda 300 qram maddə var. Yəni beləliklə artıq 300 maddəmdir. 300 maddəmdir. 500 də sudur. Çünki ümumilikdə mən neçə çatdırmalıyam? 800-ə çatdırmalıyam. Buradan da 300, 500, 800 oldu. İndi 250 dərəcə, daha doğrusu 250-yə qədər də biz soyuduruq, düşürdürük də. Yəni 50-dən 25-ə soyuduruq axı. İndi burada 250-də görək nə qədərdir? Yəni 250 mənim maddəmdir, düzdür? Yəni 250 maddə olanda nə qədər su olur ümumilikdə? 1000 olur. Niyə? Çünki 250 həll olmadısa, yəni ona uyğun olaraq 1000 su olur da. Bəs gəlin görək 500 su olanda nə qədər olacaq ümumilikdə? 500 su olanda x. Məqsəd soyutmaqdır deyə biz düşürdürük, suyu düşürdürük, donduracaq da. Buradan ixtisarıma aparsam 2, bu da eləcək 125. Yəni artıq mən tapdım ki 125 qram maddəm oldu. Yəni ona görə 125 qram maddəmi götürürəm artıq. Deməli, maddəm artıq 300 yox, soyutdum. 125 oldu və üzərinə də 500 qram su. Mən məhlul əmələ gətirməyə çalışıram, düzdür? Yəni 125 sudur, 125 maddəmdir, 500 də su. Elədi 625. Artıq məhlulumun kütləsini bilirəm. Sıxlığını da verib 1,25 deyir, həcmini tapın. Rho bərabərdir m bölünsün v düsturundan, v də bərabərdir m bölünsün rho. O da bərabərdir 625 kütlə bölünsün rho. Yəni 1,25 verib. Və burada ixtisarımı aparsam, eləcək nə qədər? Yəni 625-i 125-ə böləndə 5, yanında 2-də 0 olacaq 500. Yəni cavab D variantı.